iPhone-un yoxdur deyə şəkillərinə bu cür effekt verə bilmirsən. Amma bu cür effekt verməyin başqa yolu var. Süni intellekt alətlərini test edirik. Gün 4. ChatGPT-yə daxil oldum. Şəkli və promptu seçib göndərirəm. Şəkil hazırlamağa başladı. Görək necə olur. Artıq şəkil hazırdı, amma ürəyimcə olmadı. Rezil olduk baba. Rezil olduk baba. Ona görə növbət dəfə yenə yoxlayacağam. Bu dəfə başqa bir şəkil seçmişəm, amma prompt eynidir. Görək necə olacaq. Bu dəfə istədiyim kimi şəkil alındı. İndi elə biləcəksiniz ki, bu şəklə effekti asanlıqla vermişəm, amma elə deyil. Mən gördüyüm nümunədə Gemini-də edilirdi və mən də eyni promptdan istifadə edərək Gemini-də etməyə başladım, amma istədiyim nəticəni əldə edə bilmədim. Ona görə ChatGPT üzərindən hər ehtimala qarşı yoxladım eyni promptla və istədiyim nəticəni əldə etdim. Əgər siz də prompt istəyirsinizsə və ya hansısa başqa suallarınız varsa, rəydə yaza bilərsiniz. Məni izləməyi unutmayın. Hələlik.